Amerika Birləşmiş Ştatları Ermənistanda yeni atom elektrik stansiyası inşa etmək niyyətindədir. Ekspertlərin fikrincə, Ermənistanın bu layihəni dəstəkləməsi bir çox regional layihələrdən kənar qalmasıdır. Bəs görəsən, uğursuz atom stansiyaları layihələri ilə tanınan şirkətin istəyi nə dərəcədə realdır? Amerika Birləşmiş Ştatlarının NuScale şirkəti Ermənistana kiçik modullu atom elektrik stansiyasının inşasını təklif edib. Bu təkliflə bağlı artıq Ermənistan hökuməti də tədqiqatlara başlayıb. Bu fakt Birləşmiş Ştatların Ermənistanın nüvə sektoruna sərmayə yatırmaq istəyindən xəbər verir. İrəvanın qərb yönümlü siyasəti energetika sahəsindən də yan keçməyib. Azərbaycanla sülh müqaviləsinin bağlanmadığı təqdirdə hər hansısa bir şirkətin belə bir iri miqyaslı layihəni Ermənistanda gerçəkləşdirməsi o qədər də real görünmür. Digər bir tərəfdən Ermənistan tərəfinin isə bu layihə təşəbbüsünü işıqlandırması düşünürəm ki, hazırda bir çox regional layihələrdə kənarda qalması bu məsələdə bir növ Ermənistanı aktivləşdirir. Lakin atom bloklarının inşasını həyata keçirmək niyyətində olan NuScale şirkətinin bir çox ölkədəki layihələri heç də uğurla başa çatdırılmayıb. Elə Birləşmiş Ştatların özündə də bu şirkət tikinti xərclərinin 5,3 milyard dollardan 9,3 milyard dollara, enerji istehsalı xərclərinin isə hər meqavat saat üçün 58 dollardan 89 dollara qalxmasına səbəb olub. Ekspertlərin fikrincə bu rəqəm 120 dollar ola bilərdi, lakin Birləşmiş Ştatlar hökumətinin inflyasiya ilə bağlı qərarından sonra bunun qarşısı alınıb. Amerika şirkəti bu birinci dəfə deyildir. Artıq dünyanın 20-yə qədər ölkəsində 100 milyard dollardan artıq bir investisiya həcmində bu tip layihələrin icrasına cəhd göstərmişdir. Demək olar ki, əksəriyyəti də bunların uğursuz olmuşdur. Digər bir tərəfdən kifayət qədər bahalı layihədir. Bunun sınaqları ilə bağlı işlərin görülməsi yaxın bir neçə ilin, belə deyək ki, nəticəsinə əsaslana bilməz. Proseslərdən belə aydın olur ki, Amerika Birləşmiş Ştatları Cənubi Qafqazda özünə yeni müttəfiq kimi məhz Ermənistanı görür. Bu isə bir çox siyasi müşahidəçilər tərəfindən regionda soyuq müharibə yaratmaq cəhdi kimi qiymətləndirilir.